25.000 manata 4 otaq hal-hazırda evimiz çıxıb, 4 otaq. Və buradan da nə görürsünüz evdə, indi paltar qaşıqdan başqa da yəni, nə görürsünüz evdə qalmaq şərtilə. Bütün əşya qalmaq şərtilə 25.000 manata. Allah evi olmayanlara Allah ev qismət eləsin. Niyyətində, arzusunda olanlara Allah inşallah bu ili ev sahib eləsin. Allahın salamı olsun sizlərə. Buyuraq baxaq evə və sonunda da sizə deyəcəm evimiz harada yerləşir və məlumat tam verəcək. Burada gördüyünüz kimi, bax bizim hal-hazırda pəncərəmiz var evimizin. Zalımız da hazırda, qonaq otağı. Koridor yaranır, qarşısında dəhlizimizdir. Evimizdə komsistemdir, hal-hazırda gördüyünüz kimi Ceylan Pesidliqdandır. Və burada hal-hazırda mətbəx. Belə bir mətbəxdir. Kim istəsə buranın dəyişiklik sala bilər, yəni mətbəx eləmək, başqa bir şey eləyər sonra. Və burada hal-hazırda qonaq otağıdır. Pəncərəmiz yenə var. Bax beləmsinə yataq otağıdır. İnşallah Allah'ın izinlə yəni otağımıza. Burada pəncərəmiz var. Bax belə bir otaqdır. Və hazırda balaca kiçik bir otaqdır. İstəsə buranın pəncərəsini açmaq mümkündür. Bəli, hal-hazırda gördüyünüz kimi evimiz kürsülüdür və həyət bazamız var. Evimizin yerləşmə yerinin ünvanı sizə qazı suyu, işıq, kommunallar hamısı var. Yerləşmə yerini sizə deyilən Ramanda yerləşir. Tam məlumat kim istəyir saxlamaq, bu üçün əlaqə nömrələrimizə zəng edəsiniz. Məlumat tam veriləcək ki, Ramanda hansı Ramandır. Çünki müəyyən səbəblərə görə mən açıqlama vermək istəmirəm. İnşallah kiməsə ev ehtiyacı olsa, təbii ki, zəng edəcək, məlumat tapılacaq. Və buradan da yenə demək istəyirəm, 25.000 ilkin ödənişlə 47.000 manatadır evimizin qiyməti. Bəli, kreditləndir. İnşallah alana da satana da Allah xeyir versin və əsas məsələ nədir? Ev ehtiyacı olanlara Allah ev qismət versin. İnşallah yaşanmaq izləyin və çoxlu evlərimiz inşallah kreditlə satışa çıxacaq.